BMW F30 modelində nələri bəyənmirəm adında video çəkmişdim və bu günləri onlardan birini həll eləməyə çalışacağam. Qapının bu hissəsində olan kilit mexanizminin plastikdən hansı hissəsi belə gəlir. 4 qapının 4-ündə də bu problem var və bunları bugün həll eləməyə çalışacağam. Bu plastikləri mən yuvasından çıxararkən nəyi kəşf elədim? Bunlarda sıxılma tərəfi var. Yəni siz bir tərəfi sıxmaqla, doğru tərəfi sıxmaqla çox rahatlıqla bunu çıxarda bilərsiniz. Sürücü qapısıdır, sürücünün yanında qabaq sağ sərnişin və arxa sərnişinlər hamısı fərqlidir. Yəni çalışın ki, bunları qarışdırmayasınız. Nəticə budur. 4 qapı üçün də hazırladıq və birazdan yerləşdirəcəm və nəticəni sizlə bölüşəcəm. İşləyir və səsi də yoxdur. Nəticə əladır. Bugünlük bu qədər dostlar. Gördüyünüz kimi BMW F30 modelində sevmədiyim bir hissəni düzəltməyə çalışdım və düşünürəm ki, kifayət qədər uğurlu alındı. Özünüzə və ikinci evinizə yaxşı baxın. Görüşərik.